qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məyər sən öləcəksən, onlar həmişəlik qalacaqlar? Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtihana çəkirik. Siz ancaq bizə qaytarılacaqsınız. Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edərək bir-birinə sizin tanrılarınıza tənə vuran budurmu deyirlər? Məhz onlar mərhəmətli Allahın öyüd nəsihətini inkar edirlər.